Hər kəsə salam. Qaxda 30-31 may tarixlərində birinci kitab sərgisi baş tutacaq və kitab sərgisi üçün çox maraqlı bir dəvətnamə göndəriblər. Dəvətnamə bax belə bir daxıl formasındadır. Gəlin onun hazırlanma qaydasını sizə göstərim. Hazırda gördüyünüz bu xüsusi hazırlanmış daxıllar məktəblər üçün nəzərdə tutulub. Bunun əsas məqsədi uşaqların gündəlik kiçik məbləğlər toplayaraq sərgi günlərində öz kitablarını öz pulları ilə almalarına şərait yaratmaqdır. Bu təşəbbüs çərçivəsində Qax rayonunda fəaliyyət göstərən 5 məktəbin hər birinə bu daxıllardan təqdim etdik. Uşaqların sevincini görməyə isə həqiqətən dəyərlidir. Bəziləri artıq ilk qəpiklərini atdı. Hətta bəzi sinif rəhbərləri və şəxsən mən özüm də şagirdlərin daxıllarına müəyyən məbləğlər əlavə etdik. Məktəblərlə yanaşı daxılların Qax rayonundakı kurslara və kəndlərə çatdırılması üçün aidiyyatı qurumlara da müraciət etmişik. Bu sərginin əsas məqsədlərindən biri uşaqlarda və gənclərdə kitab oxumağa marağı artırmaq, onları mütaliəyə daha da yaxınlaşdırmaqdır. Çünki kitab yalnız məlumat mənbəyi deyil, həm də düşüncə tərzini formalaşdıran, dünya görüşünü genişləndirən ən vacib vasitələrdən biridir. Odur ki, hər birinizi 30-31 may tarixlərində İçəri Bazarda gözləyirik.